Dələduzluq yolu ilə özünə sərvət toplayan Lamiyə Səfərova ilə bağlı ilginc faktlar ortaya çıxıb. Onu və bir çox vətəndaşın etibarından istifadə edib külli miqdarda pul ələ keçirən Lamiyə Səfərovadan şikayətçi olan Elnarə İsmailova pulunun geri qaytarılmasına görə prezidentdən və xanım Mehriban Əliyevadan kömək istəyir. Zərər çəkmiş İsmailova bildirir ki, mənə 350 min manatını dələduzluq yolu ilə ələ keçirən Səfərova Lamiyə Qəranı qızı bir neçə vaxtdan sonra soyadını dəyişdirərək Ömərova olub. Belə ki, Səfərova Ömərova soyadı ilə Qəranı qızından Ösüd restoranını satmaq adı ilə İsmailova Elnarəni aldadaraq 350 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. Əslən Laçınlı olan, hazırda Masazır Abşeron rayon qəsəbəsində yaşayan İsmailova Elnarə ona qarşı dələduzluq edən Lamiyə Ömərova ilə bağlı bir çox ilginc iddialar səsləndirib. Dərdini paytaxt.org-a danışan Elnarə İsmailova bildirib ki, 4 il öncə Səfərova Lamiyə Qəranı qızının onun etibarından istifadə edərək restoran satmaq adı ilə başına müsibət açıb. Şikayətçi bildirib ki, Səfərova Lamiyə Qəranı qızı 2022-ci ildə Anar müəllimi sahib olduğu Ösüd restoranını mənə satmaq adı ilə 350 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Səfərova Lamiyə Qəranı qızına şikayətçi olan İsmailova Elnarə bildirib ki, Masazırda anasına məxsus olan evi satdırıb, pulunu ona restoran alınması ilə verdiyi 4 il keçməsinə baxmayaraq 350 min manatını geri ala bilmədiyini, süründürüldüyünü deyir. Elnarə İsmailova Lamiyə ilə hər gün mübahisə etdiyi 350 min manatın səs yazılarını redaksiyaya təqdim edib. Səs yazılarından da görünür ki, Lamiyə hər şeyi etiraf edir və dələduzluq etdiyini, bu işə nədən düşdüyünü özü də bilmədiyini bildirir. İllərdir həm mənəvi, həm də maddi cəhətdən Elnarə xanıma ağır zərər yetirən Səfərova Lamiyənin çirkin əməlləri bununla bitmir, deyən İsmailova video ilə müraciət edib. Həmin video müraciəti yaxın saatlarda oxuculara və hüquq mühafizə orqanlarına təqdim edəcək. Lamiyə. Alo, axşamın xeyir, necəsən? Sağ ol, Lamiyə. Deyəsən bugün ayın hələ 31-i deyil, 2022-ci il deyil. Gecə saat 00 olmayıb. İşitməyəmək o verir səsin. Konturmazdır. Deyəsən o dekabrın 31-i 2022-ci il deyil də. Yəni yoxsa səsin Allah haqqı o verir, ağzına çox. Ağzımdadır, telefon xarab. Deyirəm ki, deyəsən səsin gedir, gəlir ürəyim, eşitmirəm. Xaç. Çatdıqlarında səsinə vəbsə eşitmirəm. Qız deyirəm ki, planı dekabrın 31 deyil deyəsən. Ürəyim. Həll eləmişəm. Hay Allah. Sən Allah mənə qulağa, Eliş, mənə qulağa. Sakitləş bir dənə. Bankı, bax, mənə görə götürdüyüm banklar, bombardlar. Evimin 300 min pulunu, hamısını 6 səhər çatdıracam. 300 minini də, 2 dənə qızıl lombardını da, 2 dənə də yəqin ki, bankı artıq bankı olmuyor, mənə elə gəlir ki. 2 dənə də bankıdır. Hamısını bağlayıram. Alo. Ay Lamiyə, bəsdir də, bəsdir də. Rahat ol, əmin ol. Bax, hələ evə gedib çatmamışam. İşdən çıxıram, başqa bir işlərin dalıyca gedirəm. Küçələrdə qalmışam, sürü. Oyna, qarşındakı uşaq deyil. Uşaq deyilsən, mən də uşaq deyiləm, 35 yaşım var. Hayda. Banxer Elnarə, necəsən? Biraz var danışdım Elnarə. Bir kəlmə qarşı dedi ki, gözlə Lamiyə. Gözlə, həll olacaq. 20-si demişik, 20-si də həll olacaq inşallah. Biz də gözləyirik ki, gətirib bizə versinlər, sabah deyil vermədik. Ki, birinci gün həll olur. Başqa bir kəlmə demə, sən deyir, gərgin olduğun qədər biz də gərginik deyir, uzandıqca uzanır. Gözlə ki, deyir, biz də çalışırıq olsun. Yaxşı, gözlədiksə gözlərəm, ikinci kəlmə deməyə yeri yox bir dənələri. İnşallah Allahın izni ilə bitər. Dərindən ürəkdən nəfəs alaram, çünki çox yorğunam, çox. Evdə şübhələnirlər, evdə soruşurlar. Evdə də bu işin üstü açılsa, mənim nələrim olur, nələr olur, sərməni etmək istəmirəm. Ona görə sakit şəkildə həll olunmağı, təkcə diləyim, sakit şəkildə həll olunmasıdır ki, mən rahat olun, çünki əlavə problem istəmirəm. Elə stres adamın ömrünü, gününü tutur. Bilirəm, Quran haqqı, sən yenə deyirəm, elə sən, məsəl üçün deyirəm, bir mənə görə stresə düşürsənsə, mən təsəvvür elə,
Həm Eltonudur, həm sənisən, həm osusan, həm bususan. Hamının stresini daşıyıram başa düşdün. Yəni bir və bir nəfərə görə problem yaşadım. Bir də var hamının ağırlığını, hamının stresini əsəb keçirdirəm ki, ay blət, mən bu vəziyyətdə düşəcək bir insan değildim. Mən kimlərəsə problem, kimlərəsə sinir verəcək insan değildim. Başa düşdün Eliş? Yəni bax bunlar var. Mən özümə deyirəm, zəhləm gedir ki, mən nə vəziyyətə düşdüm? Niyə bu vəziyyətə düşdüm? Mən arada boşluq buraxdım ki, mən ağlımı itirdim, açarımı itirdim. Təsəvvür elə, mən nə bilim.